Bugün də hazırladığım maraqlı testlə sizin qarşınızdayam. Sual belədir. Bu məzar torpaqda yaraya bənzər. Ötüşər milyon il, ötüşər min il. Torpağın köksündən bəlkə silinər, bizim köksümüzdən silinən deyil. Yanlış fikri seçin. A variantı. Son misranın ilk sözünün omonim tayı isimdir. Bəli, bizim sözü əvəzlik kimi, burada əvəzlik kimi işlənib. Deyir, omonim tayı isə biz əvəzliyi var, bir də biz ayaqqabı tikən biz isim var. Deməli, omonimdir. A variantı doğrudur. B. Bizim sözünü fərqli cümlədə mənsubiyyət şəkilcili söz kimi götürsək, kökü isim var. Əlbəttə, biz sözü şəxs əvəzliyi kimi mənsubiyyət şəkilçisi heç vaxt qəbul etmir. Biz şəxs əvəzliyi kimi hal şəkilçiləri qəbul edir. Deməli, isim kimi isə mənim, bizim. Deməli, nə oldu? Mənsubiyyət şəkilçisi qəbul etdi. Biz sözü belə çıxır ki, əvəzlik kimi mənsubiyyət qəbul etmir, amma isim kimi mənsubiyyət şəkilçisi qəbul edir. B variantı da doğrudur. C. Bəndə isimdən başqa fərqli nitq hissəsi də yiyəlik halda işlənmişdir. Və bəndə yiyəlik halda isim torpağın sözüdür, torpağın köksündə. Torpağın sözü burada yiyəlik halda sözdür. Amma deyir ki, isimdən başqa fərqli nitq hissəsi. Elə yenə son misrada bizim sözü, bizim köksümüzə yiyəlik hal şəkilçisi qəbul etmiş əvəzlikdir. Bu sual elə qurmuşam ki, bütün cavablar, bütün variantlar bizim sözü ilə bağlıdır. Yəni son misradakı ilk sözlə bağlıdır. Deməli, C variantı da doğrudur. D. Fərqləndirilmiş söz cümlədə əvəzlik olsa belə, bəli, əvəzlikdir. Hal şəkilçisi qəbul edib, bəli, yiyəlik hal şəkilçisi qəbul edib. Deməli, hal şəkilçisi qəbul edib, özündən sonra mənsubiyyət şəkilçili söz tələb etmişdir, bəli. Bizim sözü əvəzlikdir, özündən sonra olan söz isə köksümüzdən sözdür, bəli, köksümüz burada mənsubiyyət şəkilçisi qəbul etmişdir. Y variantına baxaq. Deməli, D variantı da doğrudur. Bizdən yanlışı istəyib. Y variantına baxaq. E variantı. Fərqləndirilmiş sözün aid olduğu nitq hissəsinin ədadla omonimliyi yoxdur. Fərqləndirilmiş sözün aid olduğu nitq hissəsinin ədadla fərqləndirilmiş sözün aid olduğu nitq hissəsinin ədadla omonimliyi yoxdur. Biz fərqlənmiş sözün aid olduğu nitq hissəsinin ədadla omonimliyi yoxdur. Yox axı, var axı. Əvəzlik, fərqlənmiş nitq hissəsi əvəzlikdir. Əvəzlik də elə əvəzliyi ədadla omonimdir. Deməli, cavab burada Y variantıdır, yanlışdır.